Azərbaycan Texnologiya Universiteti İnnovasiya Mərkəzi təqdim edir. İnternetin yaranması 20-ci əsrin ortalarına təsadüf edir və onun əsas məqsədi məlumatların daha sürətli və təhlükəsiz şəkildə müxtəlif kompüterlər arasında ötürülməsini təmin etmək idi. İlk ideya 1960-cı illərdə ABŞ-da ortaya çıxdı. O dövrdə alimlər düşünürdülər ki, kompüterlər bir-biri ilə birbaşa əlaqə qurub məlumat mübadiləsi edə bilsələr, həm elmi araşdırmalar, həm də hərbi sahədə işlər daha effektiv olar. Bu məqsədlə ARPANET adlı ilk şəbəkə sistemi yaradıldı. ARPANET bir neçə universitet və tədqiqat mərkəzini birləşdirirdi və internetin ilk forması hesab olunur. Zaman keçdikcə bu şəbəkə genişləndi, yeni texnologiyalar əlavə olundu və müxtəlif ölkələri birləşdirən qlobal sistemə çevrildi. 1980-1990-cı illərdə TCP/IP protokolu standart kimi qəbul edildi və bu, internetin bugünkü strukturunun əsasını qoydu. Sonradan World Wide Web, WWW yaradıldı və internet daha sadə, istifadəçi dostu formaya düşdü. İnsanlar artıq yalnız tədqiqat üçün yox, gündəlik həyatlarında da internetdən istifadə etməyə başladılar. Bugün internet dünyadakı milyardlarla cihazı birləşdirən ən böyük informasiya şəbəkəsidir və həyatımızın demək olar ki, hər sahəsində aktiv